Mehdi Hüseynin Odlu Qılınc əsəri ixtisarla 1-ci hissə. Günəş doğdu. Hava işıqlandıqca Girdiman qalası aydın görünməyə başlardı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işləyi isə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi. Girdiman qalasının qoca keşişçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o bağırtı və qının səslərinə diksinib diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm dirim vuruşuna girmişdi. Qoca şəhərə düşmən qoşunu doluşduğunu zənn edib hökmdara xəbər aparmaq istədi. Bu anda vuruşanlar həyətdə göründülər. Qoca keşikçi qəhqəhə çəkib güldü. Qoşun hesab etdiyi adamlar yalnız 2 nəfərdi. Onlardan biri dal-dal çəkilir, o biri isə qabağındakının üstünə ildırım kimi işığıyırdı. Onlar qozanın burada olmasından xəbərsizdilər. Onun qəhqəhəsini də eşitmirdilər. Yenicə doğan günəşin qızıl şüaları polaz qınızlarda əks edərək parıldayırdı. Vuruşan gənclərin üzü güldü. İrəlidə oluşğuyan dəliqanlı Girdiman hökmdarı Varazın oğlu Cavanşir idi. Cavanşir qabağındakı oğluna möhkəm bir zərbə endirərək onun qalxanını yarıya böldü. At yeri qılıncını Urmuz, bununla sən 3 səfərdir məğlub olursan. Qoca keşişçini yalnız indi görüb utanan Urmuz Cavanşirin qəlbəsinə dözməyib etiraz etdi. Yox, bu olmadı. Ayağım daşa toxundu. Sən yalnız 2 zərbə endirmisən. Mən özüm sənin xətrinə dəymirəm. Cavanşir dodaqlarındakı gülüş izləri silinib yox oldu. Bu bəhanədir dostum, dedi. İstəyirsən bir də vuruşaq. Bu meydan, bu da mən. Onlar yenə vuruşmağa hazırlaşanda qoca keşişçi Cavanşirə yanaşıb dedi. Mən davanızı ayırt elərəm. Qınızlar yenə parıldadı. Urmuzun zərbəsi gözlənilmədən oldu. Cavanşir 2 addım geri çəkildi. Pərt halda gözlərini döydü. Bax, buna sözüm yox idi, dedi. Vuruş zamanı danışmaq mənə baha başa oturdu. Qoca keşişçinin işə qarışmasına ehtiyac qalmadı. Cavanşir əlindəki qaltıqanı kənara atıb Urmuzun üstünə cumdu. Al, budur üz, deyə sevinclə bağıraraq Urmuza möhkəm bir zərbə vurdu. İndi razısanmı? Urmuz bu zərbədən güc özünü doğrultdu. Qılıncını uzun yerə dayadı. Çiyinin arxasından qollarını 4-5 dəfə havada fırlatdı. Çox gözəl, dedi. Mən sənin məharətini ürəkdən təsdiq edirəm. Böyük hökmdarımız Varaz doğrudan da xoşbəxtdir. Onun sevimli oğlu Cavanşir girdi Girdimanın igid sərkərdəsi olmağa doğrudan da layiqdir. Gəl, üzündən öpüm. Odlu Qılınc əsəri 2-ci hissə. Birdən haradasa şeypur çalındı. Çox keçməmiş Girdiman cəngavərləri böyük meydana toplaşdılar. Vətənin göylərini qara boylar örtəndə həmişə belə olardı. Şeypur səsləri hamını çağırardı. Girdimanın igid sərkərdəsi dik bir yerdə görünərdi. Onun bir sözü ilə insan dənizi bir səmtə doğru axırdı. İndi də gözlər sərkərdəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi. Arvadı Cavanşir hatun da yanında idi. İnsan dənizi sükut içində gözlərdi. Varaz sözə başladı. Onun səsində qəribə bir titrəyiş vardı. Cəbhələr yarmış bu qocaman sərkərdənin səsini eşidəndə hamı fəlakətin böyük olduğunu anladı. Varaz dedi, əziz övladlarım, bu qocanın sözlərinə diqqətlə qulaq asın. Müqəddəs Girdiman ölkəsi bizdən kömək istəyir. Odur, yenə üstümüzə düşmən gəlir. O çox insafsız düşməndir. Çapıb talayır, vurub yıxır, insaf deyəndə qılınc çəkir, namus deyəndə od yağdırır. Bilin ki, üstümüzə ölüm gəlir. Mən də sizə son borcumu yer verməyə gəldim. 30 ildə həmişə ölüm bizdən uzaq olubdur. Girdiman adı gələndə hamı hörmətlə baş əyirdir. Amma indi mən qocalmışam. Bugün səhər ox süzdürüb qılınc çalmaq istədim, əllərim titrədi. Sərkərdəniz kim olacaq? Göstərin. Bu anda Urmuzun qılıncı parıldadı. O Varazın qarşısında əyildi, qılıncını oynatdı və dedi, böyük hökmdarımız, mən artıq yetkin bir zəngavərəm. Sərkərdəlik qılıncını mənə verin. Varaz onun cəsarətinə razı qaldısa, fikrinə səbəb olmayıb, dedi. İgid oğlum, sən hələ cavansan. Sərkərdəlik qılıncı adama hökmdar yox, döyüş meydanı verər. Urmuz daha dinmədi. Hökmdarın sözləri onu inandırdı. Sonra Cavanşir meydana çıxdı. Mənim də sözüm var ata, dedi. Döyüş meydanında düşmən sərkərdənin qılıncını əlindən alacağıma söz verirəm. Varaz oğlunun da cəsarətini bəyəndi. Amma daha bir çətin sınaqdan keçirmək istədi. Bəlkə birdən o səni məğlub etdi. Cavanşir səsini uzatdı. Böyük bir gürültülə cavab verdi. Kür çaydanlar. Varaz oğlu Cavanşir basılmaz. O Cavanşirə diqqətlə baxdı. Sonra dönüb Cavanşir xatunun fikrini bilmək istədi. Oğlun sərkərdə olmaq istəyir. Sən nə fikirdəsən? Cavanşirin anası dinmədi. Varaz yenə oğluna baxdı. Urmuza dediyini təkrar etdi. Hələ cavansan oğlum. Cavanşir hamı eşitsin deyə səsini daha da uzatdı. 14 yaşlı bir hökmdar tanıyıram ki, qanlı vuruşma meydanında düşmən sərkərdəsinin başını bədənindən ayırdı. Varaz onun sözünü kəsmək istəyini dedi. Qoşun başçısı ölsə də möhkəm qoşun dağılmaz. Cavanşir bir qədər sustu, lakin asasının bu fikrini də cavabsız qoymayıb dedi. Mən düşmən qoşunu dağıtdıqdan sonra onun sərkərdəsi ilə qabaqlaşacağam. Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. Lakin onun bu cavablarını eşitdikdən sonra Cavanşirə məhəbbəti daha da artdı. Elə isə tədbirini söylə oğlum, dedi. Vuruşmanın sonunu gözlərsən ata, deyə Cavanşir cavab verdi. Sonra Varaz üzünü xalqa tutdu.
İnsanların rəyini bilmək istədi. Razıyıq, razıyıq dedilər. Eləsə uğurlar olsun bala. Unutma ki, Girdiman torpağının sərhədi Kür çayının o tayından başlayır. Bunu bilirəm ata. Qoy bir mehriban anam mənə xeyir dua versin. Bütün xalqın gözü Zavafir xatuna zilləndi. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün hamı diqqətlə qulaq asırdı. Zavafir xatun dedi: "İndi də mənim sözlərimi dinlə oğlum. Bir zaman sən hələ uşaq ikən davada düşmənin Poland qılıncı məni sinəmdən yaraladı. Mən ağlamadım. Oğlum, Cavanşirim sağ olsun dedim. Evə qayıtdım. Sənin sinəni al qanıma boyadım. Mən davasız dərmansız sağaldım. Sən də böyüyüb igid oldun. İndi vuruş meydanına gedirsən. Atanı da, məni də sən əvəz edirsən. Çalış ki, düşmən sənə arxadan vurmasın. Sinədən aldığın yaradan sənə ölüm yoxdur. Ananın qızıl qanına xəncər batmaz." Ananın sözlərini eşidən Girdiman cəngavərləri qılıncları havada oynadıb ucadan çığırdılar: "Var olsun anamız!" Sonra Cavanşirin səsi eşidildi: "İgid dostlar, anamın sözləri qollarıma qüvvət, gözlərimə işıq verdi. Atam bizi imtahana seçir. Mənim də şərtim var. Hər saatda 7 sapar müharibə meydanına atama xəbər gətirsin. Bax bu meydanda 2 zərgə cavan düzülsün. Bu zərgənin birində 7 oğlan, əllərində qılın xəncər, o birisində isə 7 qız, əllərində yelçək qanasın. Məğlub olub qaçsam, o 7 cəngavərin hərəsi mənə sağalmaz bir yara vursun. Əgər qalibiyyətlə geri dönsəm, 7 qız üstümə yüksək səpsin." Varaz bu şərtə razı oldu. "Oğlum," dedi, "düşmən atları Kürün müqəddəs sularından bir damla da içərsə, unutma ki, o qılınc yaraları sənə 7 igid yox, bütün Girdiman ölkəsi vuracaq. Qalibiyyətdən üstünə o gülləri çəkərək bütün Girdiman səpəcək." Cavanşir qoca Sasın bu sözlərindən daha da ruhlandı. "Uğurumuz xoş olarsa, yenə burada görüşərik ata," dedi. Onun köhnə atını gətirdilər. Cavanşir ata-anasının əlindən öpüb cəld ata sıçradı. Köhnə at şahı qalxdı. Hər şey fırlağı gulladı. Dağlar, dərələr titrədi. Cavan sərkərdənin qoşunu hərəkət gələndə ata gözlərindən sevinç yaşlarını silərək dedi: "Göllər sənə yar olsun oğlum." Odlu qılınc əsəri 3-cü hissə. Günlər keçdi. Cavanşirdən xəbər gəlmədi. Qoca Varazın səbri tükəndi. Kim bilir, bəlkə də bütün qoşur əsir düşmüşdür. Ana ürəyi buna düzmədi. Cavanşir xatın dedi: "Səbr et Varaz, qozaldıqca deyəsən hökmdar olduğunu unudursan." Bu anda sarayın yaxınlığında yel qanadı bir atlı gördü. Cavanşir xatun onu hamıdan əvvəl gördü və dedi: "Cavanşirin elçisidir." Amma dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxdı. Elçi gəlib atdan düşdü. Hökmdarla Cavanşir xatının qarşısında baş əyib dedi: "Mən sərkərdəmizin ilk elçisiyəm. Düşmən Kür çayının bəri tayında idi. İlk həmlədə düşməni 200, bizdən isə 300-ə qədər igidin qanı Kür çayının sularını qırmızı rəngə boyadı. Vuruş get-gedə qızışır. Düşmən bizdən 10 qat çoxdur." Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrəyiş göründü. "Ged oğlum," dedi. Bu acı xəbəri eşidən analar ürəyi qana dönməsin. Bu xəbərdən kədərlənmiş Cavanşir xatun hökmdarın ətrafına toplanmış oğlanlara, qızlara özünü sülh dedi. Cavanşir birinci şərtə əməl edib elçi göndərdi. "Girdiman igidləri, siz də onun ikinci şərtinə əməl edin." Böyük ananın hökmünə əməl olundu. Gənclər 2 zərgə düzüldülər. Bir yanda qılınclar paldadı, bir yanda isə güllər, çiçəklər ətrəslaşdı. Çox keçməmiş Cavanşirin ikinci elçisi də özünü yetirdi. "Böyük hökmdar," dedi. Bir Girdiman cəngavəri düşmən sərkərdəsinin qarşısına çıxdı. Atının qantar arasından tutub saxlamaq istədi. Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı. Cavanşir nələ çəkdi? "Ey, yox ki, sən dəxan başını itirməmisən. Qanlı vuruşma getdikcə şiddətlənir. Düşmən bizdən 10 dəfə çoxdur." Qan Varazın başına vurdu. Gözləri qaraldı. Titrəyən əlini qılınca atdı və dedi: "Of Cavanşir, Cavanşir, mən 30 ildə belə acı xəbər eşitməmişdim." Bu anda 3-cü elçi atdan düşüb səndələyə gəldi. Özünü gizli dikəldib qılınca söykəndi və dedi: "Böyük hökmdar." Cavanşir düşmən sərkərdəsi ilə qavgalaşdı. Düşmən qara dırnaqlı atını Cavanşirin üstünə sərtdi. Əyri qılıncını düz onun başına indirdi. Cavanşirin atı kənara sıçradı və birdən hərlənib özünü düşmən sərkərdəsinin üstünə atdı. Bir dənə görsək yaxşıdır. Bədənindən ayrılmış bir baş havada fırlanır. Qoca Varazın qəlbində oğul məhəbbəti coşdu və səbirsizlik xəbər aldı. Kimin başı idi? Elçi nəfəsini dərdi və gülümsəyərək dedi: "Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara dırnaqlı atının ayaqları altına atdı. İndi bizimkilər düşmən əsgərlərini qırıb tökürlər." Cavanşir xatun böyük imtahandan çıxmış oğlunun yaralı elçisinə baxaraq əmr etdi: "Qızlar, bu şad xəbər elçinin yaralarını bağlayın." Yenə şeypur səsləri guruldadı. İndi Cavanşir özü Girdiman igidlərlə bərabər qayıdırdı. Varazın alov kimi yanan gözlərində oğlunun qələbəsinin doğan bir parıltı vardı. Cavanşir hələ at belindəykən qoca hökmdar soruşdu: "Söylə oğlum, söylə mənə mütəfəkkirsən. Düşmən atları Kür çayının suyunu içə bildimi?" Amma o gün parıldayan qılınc hökmdarı sanmadı. Cavanşir dedi: "Ata, qara dırnaqlı düşmən atları ana vətənin müqəddəs Kür sularından bir damla içə bilmədi.
lakin düşmənlər özləri bu suda doyunca istəyər. Sonra Varazın səsi ucaldı. Bu ki, heç vaxt məğlub olmayacağım, qızlarım. Qızlar Danakil çiçək dənizində üzüyorlar. Amma yenə də onu odlu qılıncı parlayırdı. 7-ci əsrdə parlamış bu qılınc odlar yurdunun şöhrətini bütün dünyaya yaydı.